Bizim bu Sən də yeməkləri məlhəmimiz orada hazırla, hə? təzədir. Bu Hindistandan gəlib. Bunun dəridə olan yaraları, üzdə olan yaraları, çapıqları müalicə eləmək üçün, civzələri müalicə eləmək üçün çox gözəl bir vasitədir. Başqa bir məlhəmimiz də yenə də miqren ağrılarını aradan qaldırmaq üçün alına boyuna çəkilir və çox qısa müddətdə ağrıları aradan qaldırır. Başqa bir məlhəmimiz yenə də bizim arı südü kremimizdir. Arı südü kremində Məndə var ondan. Aynur xanım bilir onun xeyrini. Üzdə olan cibzələri götürür, üz dərisini gözəlləşdirir, gəncləşdirir, qırışları aradan qaldırır. Başqa bir məlhəmimiz bizim oynaq ağrıları üçündür. Oynaq ağrılarında, artritdə, artrozda, yırtıqlarda, sinir sıxılmalarında çox gözəl effekt verir. Başqa bir məlhəmimiz də bizim damar xəstəliklərində istifadə olunur. Varikoz damar xəstəliklərində ağrını götürür, qızartını götürür, yeri qan dövranını yaxşılaşdırır. Bunu dedim, bu da dediyimiz kimi prostatın fəaliyyətini yaxşılaşdırır, prostat vəzinin cinsi gücü artırır, qaraciyəri təmizləyir, qanın faizini artırır, immuniteti qaldırır. Bu bizim bu məlhəmlərimizdə Samir bəy. Məlhəmlər, bunları hardan əldə edirsiniz? Heç bir aptekdə filan da, əczaxanada satılmır.